Herkese salamlar. Bugün bir ünvanda iki soyuducunu təmir edəcəyik. Bir Siemens, bir de Beko. Siemens soyuducuda problemimiz buranın, yani spaliterin yuxarı buzlu kameranın həddindən artıq buz bağlaması ilə bağlıydı. Bunun da səbəbləri vardı. Gördüyümüz iki sensorda problem var. İkisini də dəyişdik. Fö qaydasında işləyəcək yanların köməkliyi ilə. Üstünü yığmamışam sadəcə. Bu Beko'da isə bunlar ustalarımız daha yaxşı bilirlər. Bu hissəsindən yuxarı defrost, aşağı nofrostdur. Əslində bunlar neofrost gedir. Və burada qaz buraxmalar başlayır. Elə olan halda belə bir karta deyirik, buzluq deyirik, artıq nədirsə bu. Bunu yığırıq bura. Aşağı kamerada gəlir birləşir buna. Artıq bunu qaynaq etmişəm. Arxa tərəfdə də isə belə bir borular olur. Düzdür, bunlar indi hələ tam hazır vəziyyətdə deyil. Bunların hamısı belə deyək də izolyasiya olunacaq hamısı. Su qaydasında da işləyəcək. Bu soyuducuda isə qaz buraxmaydı. Bütün növ soyuducuların təmiri mümkündür. Modelindən, markasından, tipindən asılı olmayaraq, yəni ev soyuducusu olsun, vitrin soyuducusu olsun, nə olur olsun. Hamısını təmir edirik.